Salam, hər vaxtınız xeyirli olsun əziz xanımlarımız. Hal-hazırda əlimdə gördükləriniz Airs bezləridir. Bunlar ozonlaşmışdır və bir neçə müsbət xüsusiyyətləri vardır. Digər aptekdə satılan bezlərdən tamamilə fərqlidir. Fərqi ondan ibarətdir ki, xüsusən tərkibinə görə ozonlaşmışdır, ipək tərkiblidir və axıntının, qaşıntının, pis qoxunun, infeksiyanın, göbələk riskini sıfıra salır və həmçinin bunu istifadə edəndə özünüzdə müəyyən qədər təravət hiss edirsiniz və çox rahat, elastik şəkildə hərəkət edə bilirsiniz. Bunlar gördüyünüz kimi həm gündüz, həm gecəlik, həm də gündəlik formada satılır və gündüz bezlərin içərisində 10 ədəd olur, gündəlik bezlərin içərisində 30 dənə olur, gecəlik bezlərin içərisində isə 8 dənə olur. Hər birinin ayrı-ayrılıqda satışı da mövcuddur və bunu blok şəklində də ala bilərsiniz. Hal-hazırda sizə əlimlə göstərdiyim yaşıl zolaq isə sırf ozonlaşmışdır, nanə tərkiblidir və axıntının, qaşıntının hopdurma xüsusiyyətini çox yüksəkləşdirir. Və bunların içərisində sırf infeksiya testi var ki, siz özünüzdə infeksiyanın olub-olmadığını rahatlıqla ev şəraitində test edib yoxlaya bilərsiniz.